Salam əziz abituriyentlər, əziz kanalımızın izləyiciləri. Bugün sizinlə DİM test toplusundan qrafik informasiyanın kodlaşdırmasına aid 2 nömrəli tapşırığın həllinin izahını çəkəcəyik. Deməli, bu tapşırığı deyilir ki, 220 müxtəlif rəngi kodlaşdırmaq tələb olunur. Bu kodlaşdırma zamanı rəng dərinliyi minimal miqdarını müəyyən edin. Bu misalı həll etməzdən əvvəl, əziz abituriyentlər, burada bilməli olduğumuz açar məqamlar var. Biz əvvəlcə 2-nin qüvvətlərini əzbər bilməliyik ki, məsələn, həllə bizim üçün asan olsun. Deməli, 2 üstü 1 bərabərdir 2-yə, 2 üstü 2 bərabərdir 4-ə, 2 üstü 3 bərabərdir 8-ə, 2 üstü 4 bərabər 16, 2 üstü 5 32, 2 üstü 6 bərabərdir 64-ə, 2 üstü 7 bərabərdir 128-ə, 2 üstü 8 bərabərdir 256-ya. Yəni, bura kimi yazmağımız hələ ki kifayətdir. Deməli, burada biz nə edirik? Bizdən misalın həllə soruşur ki, 220 müxtəlif rəng kodlaşdırma. Deməli, burada bizim rəng çalarımız bərabərdir 220. Yəni, təsvirdə 220 rəng var. 220 rəng çalarını kodlaşdırmaq üçün, yəni bir pikseli kodlaşdırmaq üçün bizə neçə bit və yaxud da neçə bayt informasiya tələb olunur, bunu tapmaq lazımdır. Biz həmişə bura diqqət edirik. Deməli, bizə 7 bit lazım olsa 7 bitlə 128 rəngi kodlaşdırmaq mümkündür. Deməli, burada 220 rəng çaları var. Deməli, bizə 220 rəng çalarını kodlaşdırmaq üçün 8 bit lazımdır. Həm bir surla yaza bilərik, həm bunu bu şəkildə yaza bilərik. Deməli, rəng dərinliyimiz də rəng dərinliyi bərabərdir. Deməli, 1 bayt və yaxud da ki 8 bitə bərabərdir.